bizim təhsilə özəlliklə, tədris ili yeni başlasa da 15 gündür tədris ili başlayıb, təhsilə ayıracağımız pulların miqdarı artırılmalıdır. Bir şagirdə bu qədər təhsildə pul ayırmaq, bu faciədir, ondan bir yerə gedib çıxmaq mümkün deyil. Bir müəllimə, saat hesabı dərs deyən müəllimə 1 manat 80 qəpikdən 6 manata qədər pul verirsiniz. Bir saata 1 manat 80 qəpik, 2 manat 50 qəpik, 3 manat, 5 manatla o dərsin keyfiyyəti nə olacaq? Ona görə də dərs keçmirlər ki. Ona görə də dərs keçilmir. Hamı repetitordur. Hamı repetitor olur. Mən hələ ali məktəblərdə deyirəm saat hesabı dərs deyənlərə. Bu dəhşətli bir rəqəmdir. Bu şəkildə olmaz. Bu şəkildə yanaşmaq olmaz. Sizin orta statistik qiymətiniz 9 manatdır bir saat üçün. 9 manata da dərs deyərlər. 9 manata da dərs olar. 9 manatlıq dərsin dəyəri Keyfiyyəti nə olacaq? 9 qəpiklik olmur. Doğru. Və ona görə də təhsilimiz bu gündədir. Bunları nəzərə almalısınız. Sistemi tamamilə dəyişməlisiniz. Təhsilin fəlsəfəsini dəyişməlisiniz. Bu şəkildə təhsil olmur. İnsanlar niyə oxumalıdır? Nədən ötürü oxumalıdır? Bu dəyişməlidir. Nəhayət diplomdan ötürü oxuyuram anlayışı sıradan çıxmalıdır. Bu məmləkətdə hələ Sovet dönəmindən başlayaraq indiyə qədər olan diplom üçün oxuyuram ifadəsi sıradan çıxmalıdır. Amma hamı yenə də diplom üçün oxuyur. Niyə? Diplomum yoxdur, pul qazana bilməyəcəm, diplomum yoxdur, bir yerdə işləyə bilməyəcəm, diplomum yoxdur, həyatda yer tuta bilməyəcəm. Bu şəkildə yanaşma var. Axı insanlar həyatda öz yerlərini diploma görə tutmurlar. Axı nə qədər diplomsuz insanlar var, iş şəraiti olur, peşə şəraiti olur və s. nə qədər inkişaf edirlər, özləri üçün də, ailəsi üçün də, çevriləri üçün də yaxşı şərait qura bilirlər. Dövlət bunu dəyişməyi bacarmalıdır və o təhsilə baxış dəyişməsə, diplom təhsili siyasəti dəyişməsə, təhsildə keyfiyyətdən söhbət getməyəcək. Səhiyyəmiz də onun kimi. İki şeyin üzərində millət gələcəyə çıxa bilər. Bir, sağlam və bir təhsilli. Bunun üçüncüsü yoxdur, ay hörmətli hökumət üzvləri.